Salam uşaqlar. Deməli 5-ci sinif 2-ci xarici dili ingilis dili olanlar üçün 2-ci summativ qiymətləndirmə nümunəsi 1. Look at the picture and choose the correct variant. Şəklə baxın və düzgün şəkli variantını seçin. Bu anadır, mother. Düzgün variant seçin. Small house, balaca ev deyil. Big house, bəli, böyük evdir. Window deyil, pəncərə deyil. Door, qapıda deyil. Write the missing letters, çatışmayan. Sister, family, window, dog. Look at the picture and choose a correct variant. Şəklə bax və düzgün variantı seç. Big door, böyük qapı və balaca small window, balaca pəncərə. Xeyr, bu deyil. Big window, böyük pəncərə və small door. Xeyr. Big dog, böyük it və small cat. Yes, bəli, böyük it və balaca pişik. Big cat, böyük pişik və small dog. Xeyr. Burada C variantıdır, yəni. D variantı deyil. Yes. Choose a correct variant. Düzgün variant. This is my friend Zəhra. Bu mənim dostum Zəhradır. Zəhra qadın cinsi olduğuna görə uşaqlar yəli sifətləri my, your, his, her, its, our, their. Bunlardan hansı olacaq? Her olacaq. Her family is big. Onun ailəsi böyükdür. Choose a correct variant. Düzgün variant. These are my pets. Bunlar mənim ev heyvanlarımdır. Onların adı, their names are Coco and Lucy. Burada D variantı. Which definition is wrong? Hansı səhvdir? I am doğrudur. You are doğrudur. She is doğrudur. We am səhvdir. Match the given pronouns with the sentences. Verilmiş əvəzlikləri cümlələrlə uyğunlaşdırın. Uşaqlar, əvəzliklər hansılardır? I, you, he, she, it. Bunlar tək olanlardır. Bir də var we, cəm olanlar. You'lar eynidir, görürsünüz. Və bu üçünün cəm forması nədir? They. He, she, it, o deməkdir. Kişi cinsi he, o deməkdir. Kişi cinsində, məsələn, oğlanı göstərəm deyirəm, o həkimdir. He is a doctor. Qadını göstərəm deyirəm, o müəllimdir. She is a teacher. Pişiyi göstərəm deyirəm, it is fast. O sürətlidir. It is fast. Aha. Və bunlardan to be-nin 3 forması var. Uşaqlar to be feilinin hansılardır? Am, is, are. Artıq bunu çoxunuz bilirsiniz. Düzdür? I am, you are. Sən və sizdə you are. He, she, itdə olacaq is. Bütün təklərdə is, cəmlərdə are və theydə də are olacaq. We are. Deməli, nə oldu uşaqlar? Cəmlərdə are oldu. Baxın, üçündə də are. Təklər isə biraz dəyişir. I am, mən, you are, sən, he, she, it, is olacaq. Yaxşı, bu hissəni belə əzbərləyə bilərsiniz. I am, you are, he is, she is, it is, we are, you are, they are. Belə əzbərlədikdən sonra artıq cümlələr qura bilərsiniz. I am a teacher, you are a teacher, he is a teacher, she is a teacher, it is a cat, we are teachers. Artıq a teacher olmur, cəmdə olur. We are teachers. You are teachers. Siz müəllimlərsiniz. Bir neçə nəfərə deyir. Siz müəllimlərsiniz. They are teachers. Onlar müəllimlərdir. Okay, belə özünüz üçün əzbərləyib qəşəng öyrənə bilərsiniz. İndi quraq. She is. I am. We are. Verilmiş cümlələri negativdə işlədin, yəni inkarda. İnkarı düzəltmək üçün də necə düzəldirdi uşaqlar? To be-dən sonra, to be nə idi? Əmizar. To be üstəgəl not. They are və ya they aren't, they are not və ya they aren't my parents. Tamamı yazırsınız. It is not və ya it isn't a school.
bag. Davamını yazırsınız. Все. Read the passage and choose the correct sentences. Mətni oxuyun və düzgün cümlələri seçin. Hi, salam. My name is Kate. Adım Kate'dir. I'm 10. 10 yaşım var. This is my family. Bu mənim ailəmdir. My family is not big. Ailəm böyük deyil. This is my father. Bu mənim atamdır. His name is Tom. Onun adı Tomdur. This is my mother. Mənim anam. Bu mənim anamdır. Her name is Mary. Onun adı Mary'dir. This is my brother. Bu mənim qardaşımdır. His name is Mike. Onun adı Mike'dır. He's 11. Onun 11 yaşı var. Kate is 9 years old. Xeyr, Kate'in 9 yaşı yox idi. Kate'in neçə yaş var idi? 10 yaş var idi. Ona görə bu cümlə nə olur? False olur. Her family is big. Onun deyir ailəsi böyükdür. Xeyr, burada deyir ki, my family is not big. Bu da nə olur? False olur. Tom is her father. Aha, Tom onun atasıdır. Yes, deyir, this is my father. His name is Tom. Bəli, yazırıq true. Her brother is 11 years old. Onun qardaşının 11 yaş var. Bəli, deyir, this is my brother. His name is Mike. He's 11. Buna da yazırıq true. Və uşaqlar, bu videoluq bu qədər. Videoları bəyənin, kanala abunə olun, paylaşın, daha çox uşaq yararlansın, həm də mənə də motivasiya olsun. Sağ olun uşaqlar.